Bismillah, dəyərli dostlar, bu günlər inşallah sizdən sürət və tarazlıq barəsində danışacağıq inşallah. İlk öncə reaksiyanın sürəti barəsində bir balaca məlumat Allah. Dəyərli dostlar, aktivləşmə enerjisi deyə bir şey var. Nə deməkdir bu aktivləşmə enerjisi? Ümumiyyətlə, bəzən belə bir şey olur. Maddə molekulları kifayət qədər bir-birinə təmas edirlər, amma reaksiya baş vermir aralarında. Məsələn, uşaqlar, bir düşünün, kömürü düzmüşük biz manqalın içərisinə, amma ona hələ heç bir, nə bilim, alışdırmamışıq, yandırmamışıq. Nə olsun? Karbon molekulları oksigen molekullarına təmas eləyir, amma reaksiya girmir. Biz onları aktivləşdirməliyik. Onun üçün də bəlli bir enerji lazımdır. Bəzən elə maddələr olacaq ki, onlar anadan gəlmə, bunlarda böyük bir aktivləşmə enerjisi var sanki. Məsələn, bir düşünün, natrium su ilə adi şəraitdə reaksiya girəcək. Onu nə qızdırmaq lazımdır, nə bir şey eləmək lazımdır. Aktivləşdirməyə ehtiyac yoxdur. Onsuz da bu anadan gəlmə aktivdir. Amma məsələn üçün, biz dəmiri, deyək ki, o şəkildə su ilə reaksiya sala bilmirik. Dəmiri hökmən qızdırmalıyıq, ondan sonra qarşılıq təsir olmalıdır. Qısası demək istədiyim, bəzi maddələr var ki, onları aktivləşdirmək üçün müəyyən qədər enerji lazımdır. Təbii ki, bu enerji də maddədən maddəyə fərqlənir. Bəziləri üçün daha çox, bəziləri üçün az enerji lazımdır. Biz bunu aktivləşmə enerjisi deyəcəyik. Daha sonra bir dənə bir şey deyim sizə. Deyir ki, homogen reaksiya sistemin bütün həcmində baş verir. Heterogen reaksiya ancaq fazalar səthində baş verir. Bu nə deməkdir uşaqlar? Belə təsəvvür eləyək. Gözüm işıqlar, bir dənə sizin üçün qap çəkirəm. Deməli, bir dənə diqqət eləyin uşaqlar. Biz məsələn üçün bura əlavə edirik, atıram, deyək ki, bir qırmızı rəngdə olan bir X qazını bura əlavə edirik. Dostlar, qırmızı rəngdə olan bir X qazıdır. Bu molekullar, qazlar bir üstə sistemin, qabın bütün həcmini doldurur qazlar. Yəni, biz qabın bütün nöqtələrində bu qırmızı molekullardan görmüş olacaq. Bir də bura mən əlavə edirəm nə? Gördüyünüz bu zat-ı müxtərəm mavi molekullar. Bu da qaz halındadır. Əzizlərim, qazlar yenə də bütün həcmi doldurdu. Bu mavi molekullar da bütün hər yerdə görə biləcək. Qısası mən qabın bütün nöqtələrinə baxanda burada bir cins görəcəm. Yəni, həm mavi, həm qırmızı molekulların bir yerdə olduğunu görəcəm. Yəni, istənilən nöqtədə bunlar arasında mübahisə düşə bilər və bunlar bir-birinə döyüşə girə bilərlər. Ona görə də deyirlər ki, homogen reaksiyalar qabın bütün həcmində baş verən reaksiyalar. Burada da, burada da, burada da, burada da istənilən nöqtəyə baxın uşaqlar, burada döyüş ehtimalı var. Qabın bütün həcmində reaksiya baş verir. Amma indi gəlin heterogen reaksiyalara baxaq. Heterogen reaksiyalar məsələn üçün uşaqlar bir qab götürürəm yenə də. Bu dəfə bu qabın içərisinə məsələn üçün mən bir miqdar əlavə eləmişəm. Bir bərk bir maddə əlavə eləmişəm. Baxın, bu bərk maddə molekullarını gəlin bu rəngdə çəkək. Bərk maddə molekullarını əlavə eləmişəm qaba. Deməli, nə baş verir? Bax, belə qəşəng-qəşəng bu maddə molekullarıdır. Birinci bərk maddə molekulları qabın dibində qəşəng-qəşəng qalıblar. Sonra onun üstünə əlavə edirəm. Deyək ki, bir maye tökürəm bunun üstünə. Bu mayenin də hansı rəngdə? Yaşıl rəngdə əlavə edək. Dəyərli dostlar, fikir verin. Bax, bu heterogen sistemdir. Yəni, mən qaba baxan kimi qabda ayrı-ayrı maddələrin təbəqələr əmələ gətirdiyini görürəm. Yəni, bütünü ilə bir-birinə qarışmayıblar. Bu heterogen sistemdir. Yəni, bunların arasında bir döyüş başlanarsa, müharibə başlanarsa, hansılar döyüşə biləcəklər? Bax, bu gördükləriniz X-la işarələdiklərim var. Hər iki cəbhədən ancaq üz-üzə duran molekullar döyüşəcəklər. Ona görə də belə bir şey deyirlər. Deyirlər ki, heterogen reaksiyalar fazalar səthində baş verir. Yəni, qabın bütün həcmində baş vermir. Yəni, bir düşünün, bax, bu hissədə olan molekullar və yaxud bu hissələrdə olan molekullar kef eləyirlər. Sadəcə qalıb döyüşə baxırlar. Əllərində semişqaları falanları. Onlar döyüşə girmirlər. Nə vaxt döyüşə girəcəklər? Ön cəbhə tam döyüşə girəcək, sərf olunacaq sonra. Ona görə deyirlər, qabın bütün həcmində yox, ancaq toxunan səthin sahəsində baş verir. Keçək növbəti məsələmizə. Dəyərli dostlar, indi həmən o homogen reaksiyanın sürətinin qəşəng bir düsturu var. V homogen bərabər olacaq, bir dənə zəhmət olmasın bura diqqət edək. V homogen bərabər olacaq, delta S bölünsün delta tau. Yəni dostlar, vahid zamanda reaksiyaya daxil olan maddələrinin hər hansısa birinin qatılığının dəyişməsinə kimya reaksiyanın, homogen kimya reaksiyanın sürət edəcəklər. Bax, bu delta S dediyimiz qatılığın dəyişməsidir. Qatılıq da uşaqlar malyar qatılıq idi.
Sizin yadınıza salaq, qatılığın belə bir düsturu var idi əzizlərim. S bərabərdir, nü bölünsün V. Molyar qatılığın belə bir düsturu var idi. İndi həmən bu S-nin qiymətini yerinə qoysaq, ikinci düsturumuzu alacaq. Yəni, S-nin əvəzində nü bölünsün V vurulsun delta tau. Dostlar, bunun vahidi. Vahidi necə tapılacaq? Baxın, nü-nün vahidi moldur. Nü maddə miqdarıdır, moldur. V-nin vahidi nədir uşaqlar? Litr və yaxud da metr kubu, nə bilim, santimetr kubu və s. Tau'nun da vahidi saniyədir. Tau dediyimiz zamandır, dəyərli dostlar. Deməli, delta tau zamanın dəyişməsidir. Sonra deltası da qatılığın dəyişməsidir. Burada gördüyünüz delta nü-də dostlar nəyin dəyişməsidir? Bu da mol miqdarın dəyişməsidir. Belə bir şey deyim. Biz məsələm üçün, bir dənə üçün reaksiya yazırıq, məsələm üçün. Yazılır belə bir şey ki, deyək ki, CO üstünə gəlirəm O2 alınır CO2. Əzizlərim, bax, biz reaksiyanın sürətini əgər başlanğıc maddələrə görə hesablayırıqsa, baxın, başlanğıc maddələrə görə hesablayırıqsa, delta S bərabər olur, S1 çıxılsın S2. Yox, əgər məhsula görə hesablayırıqsa, o zaman delta S bərabər olacaq, S2 çıxılsın S1. Məsələn, bizə məsələlər verəndə görsəz ki, deyir ki, məsələn, oksigenin başlanğıclığı filan qədər, sonra son qatılığı filan qədər olubdur. Bilin ki, uşaqlar, burada məhz bu reaksiya üçün deyirəm uşaqlar. Bu reaksiya üçün oksigen başlanğıc maddə olduğundan S1-dən S2-ni çıxacaqsınız. Həmçinin mol miqdarına da bu şamil olunur. Delta nü-nü hesablamaq istəyirsə, əgər başlanğıc maddəyə görədirsə, nü1 çıx nü2 olacaq. Yox, məhsula görədirsə, delta nü bərabər olacaq, nü2 çıxılsın nü1. Bu qədər bəsitdir məsələmiz. Ona görə də biz reaksiya sürətində belə bir şey deyirlər. Deyirlər ki, ya deməli, vahid zamanda qatılığın dəyişməsi, yaxud da mol miqdarının dəyişməsinə kimə reaksiya sürəti deyirlər. Dostlar, indi heterogen reaksiya sürətinə baxaq. Heterogen reaksiya sürətində V heterogen bərabər olacaq, dəyərli dostlar. Baxın, heterogen reaksiya nə demişdi? Demişdi ki, qabın bütün həcmində yox, ancaq sahəsində baş verir. Toxunma səhvlərin sahəsində baş verir. Deməli, burada delta nü bölünmüş, baxın, bu nüdür, biraz V kimi düşübdür. Delta nü bölünmüş S vur delta taudur. Yəni, vahid olaraq da nünün vahidi moldur. Sonra sahənin vahidi metr kvadrat və yaxud da santimetr kvadrat olsun. Taunun da vahidi də saniyədir. Bitdi. Sonra keçək növbəti məsələmizə. Deməli, indi reaksiya sürəti ümumiyyətlə yadınızda qalsın. Hansı maddəyə görə hesablanmasından da asılıdır. Məsələn, bir maddəyə görə sürət daha çox olur, digər maddəyə görə sürət nisbətən aşağı olur. Reaksiya sürətində əmsallara diqqət edəcəksiniz. Bir dənə diqqət edin dostlar. Bax, burada azotun əmsalı 1-dir. Hidrogenin əmsalı 3-dür. Sonra amoniyakin əmsalı 2-dir. Buna görə də bunların sürətləri buna uyğundur. Yəni, nə demək istəyirəm? Ən böyük sürət hidrogendədir. Çünki onun əmsalı böyükdür. Ondan biraz az sürət amoniakda, ən az sürət isə azotdadır. Niyə? Azotun əmsalı ən kiçikdir. Fikir verin, azotun sürətini 3-ə vurandan sonra hidrogenin sürətini alıbsınız. Oldu mu? Və yaxud da azotun sürətini 2-yə vurandan sonra amoniakın sürətini alıbsınız. Yəni, bu şəkildə. Belə, qısası siz diqqət edəcəksiniz əmsallara. Keçək növbəti məsələmiz. Dəyərli dostlar, reaksiya sürətinə təsir edən hansı amillər var? Birincisi, reaksiya daxil olan maddənin təbiəti. Bu reaksiya sürətinə təsir edən amildir. Yəni, nə demək istəyirəm? Dostlar, əgər maddə nə qədər aktivdirsə, o qədər daha güclü reaksiya verəcək. Xatırlayırsınız, dövr sistem cədvəlində biz deməli, maddələrin metalların aktivliyinin yuxarıdan aşağı doğru getdikcə artdığını bilirdik. Və birinci qrup elementlərdə xatırlayırsınız, lityum, natrium, kalium, rubidium, sezium bu sırayla gedirdi. Yəni, bu sırada ən aktivi rubidiumdur, ən pasiv isə lityumdur. Demirəm, amma lityum pasiv element yox. Lityum özü aktiv metaldır. Sadəcə bunların içində ən aktivi rubidium, ən az aktivi isə lityumdur. Deməli, uşaqlar, yuxarıdan aşağı doğru getsə, metalın aktivliyi artdığına görə bu reaksiyalar da sürətlənəcək. Yəni, natriumun su ilə reaksiyası şiddətlə gedir uşaqlar. Amma rubidiumun su ilə reaksiyası faciə deməli başlayır. Dəhşət sürətlə gedir. Yəni, müqayisə olunmaz, böyük bir sürətlə gedir. Sonra ikincisi, fikir verin, yazmışıq ki, bərk maddənin toxunan səthinin sahəsində kimi reaksiya sürətinə təsir edəcək. Yəni, nə demək istəyirəm uşaqlar? Bir təsəvvür edin.
Biz bir var ki, bir dənə reaksiya diqqət edin, alüminiumun H-klorunun reaksiyasına baxın. Burada biz nə görürük? Dostlar, burada görürük ki, birinci, alüminiumu bütöv atıblar böyük bir lövhəni. Sonrası onu 4 yerə bölüblər. Sonrası onu daha çox kiçikləşdiriblər. Uşaqlar, nə qədər kiçildirlərsə, o zaman daxildəki molekulların da nəhayət ki, H-klorla təması mümkün olur. Ona görə də o daha tez reaksiya daxil olacaq. Bir var ki, ancaq, belə deyək də, üst hissə istansın, dırnaq arası, xlorla istansın reaksiya baş versin. Yavaş-yavaş ərisin. Axırda içəridəki molekulların növbət çalsın, onlar da çıxıb H-klorla döyüşsünlər. Bir var belə olsun, bir var ki, elə sən onu o qədər xırdalayırsan ki, içəridəki molekullar da H-klor molekullarına görüşə bilirlər, nəticədə rahat bir şəkildə döyüşə bilirlər. Qısası, bərk maddəni nə qədər çox xırdalasaz, reaksiya o qədər sürətlə getmiş olacaq. Keçək növbəti məsələmizə. Dostlar, qatılığın reaksiya sürətinə təsiri. Deməli, rəhmətli Guldberg və Vage kütlələrin təsiri qanunu adında bir qanun kəşf edirlər. Və onlar dedilər ki, kimyəvi reaksiya sürəti reaksiya daxil olan maddələrin qatılıqlarının hasili ilə düz asılıdır. Baxın, qatılıqlarının hasilidir. Və buna dedilər kütlələrin təsiri qanunu. Əziz dostlarım, burada nə demək istəyirəm? Məsələn üçün, bir dənə bu reaksiyaya diqqət edin. Bu reaksiyada, deməli, reaksiyanın sürəti, yəni V bərabərdir. K vurulsun. Şu an bu arada K sürət sabitidir. K vurulsun. Birinci maddənin qatılığı, ikinci maddənin qatılığı. Amma uşaqlar, bu arada bu karbon demək deyil, qatılıq deməkdir. Bu arada dostlar, əgər maddənin əmsalı varsa, onu da qüvvət şəklində nəzərə alırlar. Fikir verin, hidrogenin əmsalı var idi 3, ona görə də hidrogenin qatılığının üstünə 3 yazılır. Uşaqlar, bunu belə də yaza bilərlər təbii ki. Baxın, bu şəkildə də mümkündür. V bərabərdir. K vurulsun. Bax, qatılığı belə kvadrat mötərizə ilə göstərilir. N2 vurulsun. Yəni də kvadrat mötərizə H2. Amma üstündə də 3 yazacaq. Yəni, qatılığın kubu. Bir də belə bir şey var, dostlar. Yadınızda qalsın ki, bərk maddələrin qatılığı daxil edilmir tənliyə. Yəni, kinetik tənlikdə buna kinetik tənlik deyirlər və burada nəzərə alınmır bərk maddələrin qatılığı. Yəni, baxın, ikinciyə bir dənə fikir verin. İkincidə ferm ki, o 3 bərk maddədir. Bunu nəzərə almayacaq. Ona görə də bunun tənliyini quranda fikir verin. Sadəcə dəm qazının qatılığından danışmışıq. Bu hissəyə baxın. Yəni, bu nə deməkdir? Və yaxud da bunu belə də yaza bilərik. V bərabərdir K vurulsun. Sadəcə dəm qazının qatılığıdır. Üstündə kubu. Çünki dəm qazının önündə də 3 görürsünüz. Yəni, ona görə dostlar, biz nə etməliyik? Hökman maddənin bərk və yaxud da maye olmasına diqqət edəcəyik. Bir də uşaqlar yadınızda qalsın ki, sürət sabiti yalnız temperatur və maddənin təbiətindən asılıdır. Yəni, başqa amillərdən asılı deyil. Keçək təzyiqin reaksiya sürətinə təsiri. Dostlar, təzyiq də reaksiya sürətini, reaksiyanı sürətləndirən amildir. Niyə uşaqlar? Mən birinci bunun düstur olaraq versiyasını deyim, sonra digər məsələlərə baxaq. Deyir ki, birincisi, yadınızda qalsın ki, təzyiq ancaq qazların iştirakı ilə gedən reaksiyaların sürətinə təsir eləyəcək. Ancaq qazların. Sonra dahası, təzyiqi artıranda reaksiya həmin qaza görə sürəti də artacaq. Məsələn, bir reaksiya verib, yenə də dostlar fikir verin, burada qazdan danışacaq. V bərabərdir K vurulsun S. K bildiyi sürət sabitidir. S bəs nədir? S bərk maddənin toxuna səthinin sahəsidir. Sonra bəs burada P nədir? P də təbii ki, fosfor deyil, qazın parsial təzyiqidir. Bizim misalımızda oksigenli qaz, oksigenin parsial təzyiqidir. Uşaqlar, bunu başqa dildə deyək. Məsələn üçün, mən bayaq ki, deməli, nə dedik? Birinci demişdik ki, qatılığın kimyəvi reaksiya sürətinə təsiri, təzyiqin kimyəvi reaksiya sürətinə təsiri. Bir sxemlə onu sizə izah eləməyə çalışım. Əziz dostlar, məsələn üçün, qatılığın reaksiya sürətinə təsiri necə başa düşək? Birincisi, dostlar, baxın, belə bir dənə qabımız var, təsəvvür edin. Qatılıq vahid həcmdəki molekulların miqdarıdır. Təsəvvür edin, vahid həcmdə molekulların miqdarı azdır. Məsələn üçün, bir dənə burada molekulumuz var, bir dənə də burada molekulumuz var. Bu qırmızı və qara molekulların bir-birinə təması təbii ki, olacaqmı? Olacaq, amma gec baş verəcək. Çünki bunlar xaotik hərəkət edirlər, baxın, xaotik hərəkət edirlər. Əvvəl-axır bu molekulların bir-birinə təması əvvəl-axır olacağı variant yoxdur. Nə vaxtsa bunlar toqquşacaqlar, nəticədə arasında reaksiya mümkün olacaq. İndi təsəvvür edin, mən qatılığı artırıram. Yəni, baxın, belə bir şey eləyirəm.
deyək ki, məsələn üçün eyni həcmdə olan bir qab olsun. Bu dəfə mən molekulların miqdarını çoxaldıram. Yəni dolayısıyla qatılığı artırıram. Baxın, qara molekuldan da çoxlu verək. Uşaqlar, bu dəfə bunların bir-birindən toqquşma ehtimalları artacaq. Yəni mən vahid həcmdəki molekulların miqdarını dolayısıyla qatılığı artırdığıma görə burada molekulların bir-birinə təmas eləməsi məsələsi daha tez baş verəcək. Yəni fikir verin, bu qırmızı molekullar elə ayağa sanki tak qataraq bir-birindən nətər toqquşacaqlar deyər, qırmızı molekullarla qara molekullar elə bir-birinə toqquşacaqlar ki, və nəticə etibarilə demək istədiyim, bunların arasında reaksiya daha tez mümkün olacaq. Belə, bu qatılığın kimyəvi reaksiya sürətinə təsirini, təzyiqin kimyəvi reaksiya sürətinə təsirini necə başa düşək? Əzizlərim, bax, məsələn üçün belə bir qab verilibdir bizə. Bax, belə bir qab verilib. Yəni, o iynə olur, həkimlərin iynələri olur, Porşenin falanı, şprisləri. Baxın, orada belə təsəvvür eləyək. Birinci bir qab idi. Bunun içərisinə molekullar doldurmuşduq və belə Porşenlə təchiz olunub bu qabımız. Bax, belə bir Porşenimiz var. Burada olan molekullar, deyək ki, bax, bu molekul buradadır, bu qara molekul da buradadır. Bunların aralarında məsafə çoxdur. Təbii ki, bunlar uzun yol gedəcəklər, nəhayətdə bir-birinə görüşəcəklər və döyüşəcəklər. Belə düşünək. İndi təsəvvür edin, baxın, eyni qabı çəkirəm, mən təzyiq eləmişəm bu dəfə. Və təzyiq eləmişəm, nə eləmişəm uşaqlar? Baxın, Porşeni aşağıya doğru itələmişəm. Və nəticə etibarı ilə, baxın, eyni qabdır ya uşaqlar, Porşeni aşağıya doğru itələmişəm. Uşaqlar, üzr istəyirəm, çox irəli çəkirəm bunları. Deməli, baxın, bu molekul indi gəldi, düşdü bura, bu molekul da düşdü bura. Deməli, mən təzyiqi artırmaqla qabın həcmini kiçiltmiş oldum və molekulları bir-birinə daha yaxınlaşdırmış oldum. Ona görə deyirlər, uşaqlar, ancaq qazların da olduğu reaksiyalara təsir edir. Çünki mən bərk maddəni belə sıxa bilmərəm. Qazı rahat şəkildə sıxa bilirəm. Molekullar bir-birinə yaxınlaşdıra bilirəm. Və deməli, təzyiq artıranda həcmin azalmasının kimyəvi reaksiya daha sürətlənəcək. Bunu indi irəlidə görəcəksiniz. Həcm söhbətində də bunu sizə bir daha deyəcəm. Dostlar, qabın həcmi kimyəvi reaksiya sürətinə necə təsir edəcək? Deməli, bayaqki misaldan da gördüyünüz kimi, əgər qabın həcmi nə qədər böyük olursa, mən burada molekulların sayını stabil saxlayıram. Qaz nə qədər ki, qab daha doğrusu, nə qədər ki, kiçik həcmlidir, molekulların bir-birinə görüşmə ehtimalı daha artıqdır və reaksiya ehtimalları çoxdur. Qabın əgər həcmi nə qədər böyük olacaqsa, oradakı molekulların bir-birinə görüşmə ehtimalı nisbətən aşağı olur. Ona görə də reaksiya nə olur dostlar? Reaksiya o qədər ləngir. Bunu belə bir şey başa düşək. Təsəvvür edin uşaqlar. 2 dənə bir-birindən zərri zəhləsi gedən vətəndaşımızı aparıb qoymuşuq. Deyək ki, məsələn, bir stadionun içərisində qoymuşuq. Baxın. Bir stadionun içərisində qoyduq bunları. Nə baş verir? Deməli, birinci vətəndaşımız bax burada, digər vətəndaşımız da burada. Və bunların gözlərini, qulaqlarına bağlamışıq ki, davay, əllərinə də bir silah vermişik ki, gedin, tavaq bir-birinizi tapacaqsınız da və döyüşəcəksiniz bir-birinizlə. Bunlar xaotik hərəkət edirlər. Axtarıb tapa biləcəklərmi? Bilərlər yəqin ki. O qədər bir francalar o tərəf, bu tərəf, axırda da deyək ki, bir-birini tapdılar, döyüşdülər. İndi düşünün. Bu ehtimal çox aşağıdır. İndi baxın, mən həmən bu vətəndaşları nə edirəm dostlar? Bir dənə liftə salıram. Bir liftin içərisində onsuz da bu qara günlərin gedəcəyi yeri yoxdur. Yəni, molekullara baxın, bir-birinin düz yanındadırlar. Hə, qulaqları, gözləri, istəsiniz ağzı, burnunu da bağlayın. Bunlar bir-birini rahat bir şəkildə tapıb bir-birinə döyüşə biləcəklər. Deməli, həcm nə qədər artıq olacaqsa, molekulların bir-birinə görüşmə ehtimalı az olduğunda kimyəvi reaksiya o qədər aşağı sürətlə gedəcək. Yox, əgər qab nə qədər kiçik olacaqsa, yəni həcm nə qədər kiçik olacaqsa, o zaman nə olacaq dostlar? Reaksiyada maddələrin birinə görüşmə ehtimalı daha artıq olacaq və reaksiya o qədər sürətlə gedəcək. Uşaqlar, yadınızda qalsın. Biz qabın həcmini nə qədər azaldırıqsa, reaksiya, biz burada təzyiqi o qədər çox artırmış oluruq və dolayısıyla qatılığı o qədər artırmış oluruq. Ona görə də reaksiya o qədər dəfə sürətlənir. Məsələn, deyək ki, biz təzyiqi 2 dəfə, daha doğrusu həcmi 2 dəfə azaldırıqsa, reaksiya qatılıq 2 dəfə artır anlamına gəlir.
Keçək növbəti söhbətə. Temperaturun kimyəvi reaksiya sürətinə təsiri. Ümumiyyətlə, Van 't Hoff qaydası deyə bir qayda varmış. Deyir ki, temperaturu hər 10-ca dərəcə Selsi artıranda kimyəvi reaksiyanın sürəti 2-4 dəfə artır. Uşaq, bu çox böyük bir ədəddir. 2-4 dəfə artmaq. Elə bir təsəvvür edin, 100 ilə gedən maşının sürətini 2 dəfə artırırsa, 200 ilə gedir. Düşünün də. Mən minimal dedim ha hələ. İndi 4 dəfə artırsaq 400 ilə gedir. Maşın neydi Allah yanında da. Yəni çox dəhşət dərəcədə katastrofik bir sürətdir. Deməli, dəyərli dostlar, və bunu belə ifadə edirlər. VT2 bərabərdir. Bax, bu düstura baxın. VT1 vurulsun qamma üstündə T2 çıxsın T1 bölünsün 10. Belə bir şeydir. Dostlar, bu VT1 nədir? T1 temperaturundakı sürətdir. VT2 nədir? T2 temperaturundakı sürətdir. Bəs burada gördüyünüz bu qamma nədir? Qamma reaksiyanın temperatur əmsalıdır. Və qiyməti də 2-4 arasında bir qiymət alır. Yəni, uşaqlar 2 də ola bilər, 3 də ola bilər, 4 də ola bilər, 2-4 arasında istənilən qiyməti ala bilər. Dəyərli dostlar, bir də belə bir şey deyim sizə. T2 çıxılsın T1-ə deyirlər temperaturun dəyişməsi. Sonra V2 bölünsün V1-ə deyirlər sürətin dəyişməsi. Yəni, məsələn, nə demək istəyirəm? Deyir ki, temperaturu 10 dərəcə artırmışıq. Yəni, nə deməkdir? T2 çıxılsın T1 bərabərdir. Məsələn, temperaturu deyək ki, 20 dərəcə artırmışıq. T2 çıxsın T1 bərabərdir 20 olur. Və yaxud da deyir, sürət 2 dəfə artıb. Yəni, V2 bölünsün V1 bərabərdir 2-yə. Desə əgər sürət 2 dəfə azalıb, yəni onda V2 bölünsün V1 bərabərdir 2-də 1-ə. Belə nəzərdə tutun. Temperatur desə əgər, məsələn üçün, 20 dərəcə azaldmışıq, onda bilin ki, bu mənfi 20-dir. Belə bir şey. Daha sonra uşaqlar, bir şey deyim sizə. Kimyəvi reaksiyanın sürətinə temperatur niyə təsir eləyir? Dostlar, birincisi, deməli, temperaturun təsirindən molekullar daha sürətli olur. Daha sürətli olur. Və bir də enerjili olur. Adi bir şey deyim sizə. Normalda, karbon atomları hərəkət eləyirdilər. Amma enerjiləri aşağı səviyyədə idi. Oksigen atomlarına çırpılırdılar. Amma onlar reaksiya girmirdilər. Söhbət kabab bişirmə reaksiyasından gedir uşaqlar. Sonra nə baş verdi? Biz həmin karbonu qızdırdıq. Karbonu qızdıranda nə baş verdi? Baxın, karbon atomları daha sürətlə hərəkət etməyə başladı və artıq bu karbon atomları enerjilidir. Belə qəşəng buradan bir enerji falan fışqırır ki, bayram. Və bu enerji ilə gəlir, bu zavallı oksigen atomlarına çırpılanda artıq aralarındakı reaksiya baş verir. Biz bayaqlar deyirik, aktivləşmə enerjisi. Biz temperaturu verməklə bunu aktivləşdirdik. Həm sürətini artırdıq, həm də daha enerjili bir molekula, bir atoma, bir hissəciyə çevirdik bunu. Məmnuniyyətlə karbonla oksigen bir-birinə çırpıldılar, reaksiya baş verdi və kömür yandı, ondan enerji ayrıldı və kabab bişirildi. Keçək növbəti söhbətimizə, dəyərli dostlar. Baxın, reaksiyanın sürəti ilə zaman tərs asılıdır. Dostlar, bunu bilmək üçün filosof olmaq lazım deyildir. Sadəcə bir dənə şey bilmək lazımdır. Bir şey ki, sürətlə baş verir, orada zaman daha az olur. Bir şey ki, daha ləng baş verir, sürəti aşağı səviyyədə olur. Bunun baş verməsi üçün zaman daha çox olur. Onda belə bir şey deyirlər. Deyək ki, reaksiyan sürəti zamandan tərs asılıdır. Bu, deməli, düstura baxaq. Bizim bayaqlar demişdik, V2 bölünsün V1 bərabər idi. Qamma üstündə T2 çıxsın T1 bölünsün 10 idi axı. Onun qiymətini bura qoysaq, tau1 bölünsün tau2 bərabərdir. Tau1 və tau2 uyğun olaraq zamanlardır. Yəni, T1 və T2 temperaturundakı zamanlardır. Yerinə qoysaq belə bir şey olur. Tau1 bölünsün tau2 bərabərdir. Qamma üstündə, yəni qüvvətində T2 çıxsın T1 bölünsün 10 edir. Belə. Keçək söhbətimizə. Daha sonra katalizator deyilən bir şey var. Katalizator nədir? El arasında katalizatoru ara qarışdıranlar deyirlər. Deməli dostlar, katalizatorlar elə bir şeydir ki, bunlar kimya reaksiyanın sürətini dəyişirlər. Amma proses baş verəndən sonra bir də baxırıq ki, onların özü kimyəvi cəhətdən dəyişməyiblər. Məsələn, 10 qram katalizator reaksiya daxil olub, 10 qram da elə çıxıb, tam-tamına eyni kimyəvi tərkibdə çıxıb. Yəni, katalizatoru bir şey olmayıbdır. Nə tərkibinə, nə miqdarına bir şey olmayıbdır. Bu katalizatordur. Bəzi katalizator var ki, reaksiyanı sürətləndirirlər. Biz onlara müsbət katalizator deyəcəyik. Bəziləri var ki, ləngidirlər. Biz onlara mənfi katalizator deyəcəyik. Təbii ki, bunlar yaxşıdır, pis anlamına gəlmir. Bəzən lazım olacaq biz müsbət katalizatorlardan istifadə edəcəyik. Bəzən lazım olacaq biz deməli mənfi katalizatorlardan istifadə edəcəyik. Dəyərli dostlar, baxın.
Katalizatoru necə başa düşək? Gəlin birinci müsbət katalizatorun iş prinsipinə baxaq. Nə baş verir? Normalda bizim arzumuz, niyyətimiz belə idi ki, düşünürdük ki, ya Rabbi, kaş A molekulu ilə B molekulu reaksiya girərdi, AB əmələ gətirərdi. Kaş. Amma A da özünü naza qoyub, B də özünü naza qoyub. Bunlar birbirine reaksiya girmirlər. Bir dənə K adında gözünə döndüyüm gəlir, A-nın əlindən tutur, deyir, vəbşi bura gəl. Tutur onu, sürüyə-sürüyə aparır, AK adlı müvəqqəti birləşmə əmələ gətirir. Gətirir bunu, sürüyə-sürüyə gətirdi B-nin yanına. Deyir, B, bura gəl. Tutur B-nin də əlindən. Bunları bir-birinə tutuşturur, alındı mı abi? Özü də çıxıb gedir. Nədir nazə geçiyoruz axı? Hə, deyir. Baxın uşaqlar, burada gördüyünüz bu AK-lar var ha. Bunlara deyəcəklər müvəqqəti aralıq birləşmələr. Bu K hərfinə də deyəcəklər katalizatorlar. Əzizlərim, gəlin bunları, bax, indi yazdığım şeyləri tərəf-tərəfə toplayaq. Yəni, baxın, sağ və sol tərəfləri ayrıca toplayaq. Toplayanda nə baş verəcək? Ey möhtəşəm insanlar, birinci tərəfi toplayıram. A üstə gəlirəm, K üstə gəlirəm, A, K üstə gəlirəm, B. İkinci tərəfi toplayıram. Nə olacaq? A, K üstə gəlirəm, A, B üstünə gəlirəm, K. Gözüm işıqları gəlin, ixtisar aparaq. K-lar getdilər. AK-lar getdilər. Nə qaldı? Qaldı ki, A üstə gəlirəm B, alınıb AB. Əlhəmdülillah, istəyimizə nail olduq. A ilə B reaksiya daxil oldu, alındı AB. Dəyərli dostlarım, bu katalizatorun iş prinsipidir. Katalizator aralıq bir birləşmə əmələ gətirmək qabiliyyətinə malikdir. Sonra da elə nətər gəlmişdi, elə də çıxıb gedir. Bu qədər bəsitdir onun məsələsi. Uşaqlar, katalizator ümumiyyətlə nə edir əslində? Katalizator deməli, nə edir? Aktivləşmə enerjisini aşağı salır. Yəni, normalda belə deyək də, belə təsəvvür edin. A ilə B-nin reaksiya girməsi üçün çoxlu enerji lazım idi. Katalizator onu aşağı salır. Deyir, qardaş, sən 200 dərəcəyə reaksiya girənə qədər, gəl bura görməyə, 50 dərəcə onu reaksiya salır. Təsəvvür edin. Mən məsəl üçün deyirəm, daha aşağı temperaturda onu reaksiya salır. Oldu mu? Dostlar, yadınızda qalsın ki, katalizator nə istilik effektinə, nə də kimyəvi reaksiyanın tarazlığına təsir edir. Nə demək tarazlıq sonra deyəcək. Sonra katalizatoru ancaq biz elə bilirik ki, məsələn, bəzi elə bilirik ki, katalizator bəşdir. Yox, katalizator hər 3 aqreqat halda ola bilər. Bəşdə ola bilər, maye də ola bilər, qaz halında da ola bilər. Əgər görsəniz, katalizatorla deyək ki, reaksiya iştirak edən maddələr eyni aqreqat halındadır. Yəni, nə demək istəyirəm? Məsələn üçün, baxın, SO2 üstünə gəlim O2. NO2 də burada katalizator olsun, məsələn. Uşaqlar, SO2 də qazdır, NO2 də qazdır, O2 də qazdır. Yəni, bunların hamısı qazdır. Reaksiya iştirak edən maddələr də və katalizatorda eyni aqreqat halındadırsa, biz buna deyəcək homogen kataliz. Yox, əgər, baxın buna, SO2 üstəyərəm O2, buradan V2O5. Vanadium 5 oksid bərk maddədir. İndi baxın, qazlar və katalizator bərkdir. Əgər fərqli aqreqat halındadırsa, katalizator və reaksiya iştirak edən maddələr. Buna deyirlər heterogen kataliz. Belə. Dahası, bir də bir şey deyim sizə dostlar. Belə bir şey də var. Katalizatoru bəzən gücdən salmaq da bizə lazım olur. Daha doğrusu, bəzən gücdən salan, yəni reaksiyanı ləngidən katalizatorlar da bizə lazım olacaq uşaqlar. Məsələn, qida məhsullarına bəzi katalizatorlar əlavə olunur ki, onlar gec xarab olsunlar. Bu da mümkündür. Deməli, təkcə yəni sürətləndirən katalizatorlar yox, ləngidən katalizatorlar da varmış. Dostlar, keçək kimyəvi tarazlıq məsələsinə. Görəsən, bu kimyəvi tarazlıq nə deməkdir? Əzizlərim, kimyəvi tarazlıq nədir? Belə bir şey baş verir. Hər zaman dönən kimyəvi reaksiyalarda, yəni dönən reaksiyalar nədir? Bir də həyatımıza salaq. Deməli, belə bir şey vardı. Bir vadi, bir yox idi. Məsələn üçün deyirəm. Bir azot var idi və hidrogen var idi. Bu azotla hidrogen reaksiya daxil olub amonyak əmələ gətirirlər. Amma bu amonyak əmələ gələndən sonra baxır ki, ay qardaş, mən bu temperatura, bu təzyiqə, bu katalizatorlara dözə bilmirəm, qala bilmirəm və amonyak təzədən peşman olur, geriyə doğru parçalanır. Və biz buna deyəcəyik dönən reaksiya. Yadınızda qalsın, hər zaman düzünə gedən reaksiyanın sürəti azalmağa doğru gedir. Yəni, bu istiqamətdə. Azot və hidrogen sərf olunduğuna görə bu yavaş-yavaş azalır. Dəyərli dostlar, və əksinə gedən reaksiyası sürətlənməyə başlayır.
Əvvəlcə amonyak yox idi. Sistemdə ümumiyyətlə amonyak yox idi. Onda onun reaksiyasının sürəti 0 idi. Amma sonra yavaş-yavaş amonyak əmələ gəldi. Əmələ gəldikcə də parçalanmağa başladı və sürəti artmış oldu. Elə bir nöqtəyə gələcək ki, dostlar, burada düzünə və əksinə gedən reaksiya sürətləri bərabərləşəcək. Yəni nə deməkdir? Bir tərəfdən N2 ilə H2 sürətlə reaksiya daxil olaraq amonyak əmələ gətirir. Eyni sürətlə də əmələ gələn amonyak parçalanır təzədən. Bax, buna deyirlər tarazlıq anı. İstənilən reaksiya üçün başlanğıc olaraq düzünə gedən reaksiya sürəti azalır, əksinə gedən reaksiya sürəti artır. Tarazlıq anında isə bunlar bir-birinə bərabərləşir. Bu hala deyirlər tarazlıq halı. Bu nə deməkdir? İndi biraz da onu zənginləşdirək. Dəyərli dostlar, yadınızda qalsın ki, məsələn, mən adətən şagirdlərə nə deyirəm burada tarazlığı başa düşmək üçün. Belə təsəvvür edək də dostlar. Məsələn üçün, belə bir şey var. Deyək ki, sizin bir qabınız var. Bu qabın içərisində də bir miqdar su tökmüsünüz. Və bunun da ağzında belə qəşəng bağlamışsınız. Uşaqlar, bu qırağa heç nə sızdırmır. Belə təsəvvür edək. Mən buna enerji verirəm. Gözümün işıqları, mənim verdiyim bu enerjinin təsiri altında nə baş verəcək? Burada, deməli, maye halda olan maddə çevrilib olacaq buxar. Yəni, baxın, maye, əvvəl maye var idi, buxar yox idi. Yəni, buxar 0 idi. Sonra yavaş-yavaş maye buxara çevrilməyə başladı. Amma uşaqlar, deyək ki, məsələn, 1 litr su var idi burada. Bu 1 litrin 200 millilitri buxara çevrildi. Sonra həmin bu buxarlar da uşaqlar gəlirlər, soyuq qapağa toxunandan sonra təzədən maye olaraq geriyə qayıdırlar. Amma hamısı geri qayıtmır ha. Bir qismi hələ də ortalıqda buxar olaraq qalıbdır və bir tarazlıq yaranır. Yəni bu mayenin nə qədər molekul tərk eləyirsə, o qədər molekulu geri qayıdır. Yəni biz sistemə baxanda nə görürük? Sabit, məsələn, əgər 1 litr isə, sabit 800 millilitrlik bir maye görürük. Sabit deyək ki, bir miqdar buxar görürük. Yəni bunların miqdarı dəyişmir, elə də qalırlar. Nə buxar çoxalır, nə maye çoxalır. Elə də qalırlar. Bu arasında bir dəncə yaranır, bir tarazlıq yaranıbdır. Gedən molekullar gələn molekullara bərabər olur. Bu bir tarazlıq. Uşaq yəqin görmüşsünüz evdə bozbaş bişirəndə və yaxud da deyək ki, aş falan bişirəndə o qapağı götürün. Yəni görəcəksiniz orada şeylər var. Nədir? Su damlaları var. Bu arada dostlar, aş deyəndə yəni söhbət plovdan gedir. Bizim zonada bəzən aşa doğaya aş deyirlər, ona görə ayran aş falan deyirlər. Yəni ümumiyyətlə yemək deyirəm. Siz qazanın qapağını götürün. Orada görəcəksiniz dəyərli dostlar, kiçik su damlaları var. O kiçik su damlaları deməli nədən əmələ gəlibdir? Bu maye buxarlanıb, kondensləşərək həmin o qapağın altında toplanıb da həmin mayedir. Qısası demək istədiyim, nə qədər sistemi molekul tərk edirsə, o qədər molekul da geri qayıdır və bir tarazlıq, bir dəncə yaranır. Biz buna deyəcəyik uşaqlar, tarazlıq anı deyəcəyik. Belə bir şey deyim uşaqlar. Baxın, tarazlıq belə bir termin deyirlər. Deyirlər başlanğıc qatılıq, nə bilim, sərf olunan tarazlıq qatılıq. Belə təsəvvür edin. Məsələn üçün, gözümün işıqları, sizin deyək ki, cibinizdə, məsələn, bir vətəndaşımız götürək, deyək ki, Mehdi bəy. Mehdi bəy, qüsura baxma. Deməli, Mehdi bəy, deyək ki, sənin üstündə, məsələn, var idi, deyək, məsələn, $6000 pul var idi səndə. Dostlar, Mehdi bəyin üstündə $6000 pul var. Və Mehdi bəy də gedir, konfet alır. Nə qədər pul xərcləyir buna? $2000 konfetə pul xərclədi. Hansı konfetdən alırsa artıq bilmirəm. Və nə qaldı dostlar? Mehdi bəyin cibində $4000 pul qaldı. Gözümün işıqları. Bax, buna deyəcəklər Mehdinin başlanğıc pulu. Buna deyəcəklər sərf olunan pul, hansı konfet almışdı. Ən sonunda da Mehdinin cibində qalan bu pula deyirlər tarazlıq pulu. Oldu dostlar. Kimya dilində desək, başlanğıc qatılıq, sərf olunan miqdar, tarazlıq qatılığı. Yadınızda qalsın ki, dönən reaksiyalarda əgər başlanğıc maddələrdən söhbət edirsinizsə, hər zaman başlanğıc qatılıq bərabər olur, sərf olunanla tarazlığın cəminə. Doğrudan da elədir. Mehdinin başlanğıc pulu nəyə bərabərdir? Mehdinin xərclədiyi pulla cibində qalan pul.
2000 xərcləmişdik, 4000 də cibində qalmışdı. Onda onun başlanğıc pulu 6000 imiş. Gördüyünüz kimi başlanğıc pul bu ikisinin cəminə bərabərdir. Bir dənə reaksiya üzərində onu deyək. Məsələn, belə təsəvvür edək. Belə bir reaksiyamız varmış. Gözümün işıqları. Baxın. Deyir ki, CO üstünə gəlirəm. Deyək ki, O2 alınır CO2. Gəlin bunu bir əmsallaşdıraq. Bura 2 ataq, bura 2 ataq. Belə təsəvvür edək. Başlanğıc olaraq məsələn üçün CO-nun qatılığını götürək, məsələn 9. Sonra oksigenin də qatılığını götürək 7. Məsələn üçün deyirəm dostlar. İndi təsəvvür eləyək. Hələ ki, bax, mənim əlimdə dəm qazı və oksigen qazı var. Hələ ki, bunlar var. Hələ karbon qazı əmələ gəlməyib. Sadəcə əlimdə dəm qazı və oksigen qazı var. Hələ ki, karbon qazı əmələ gəlməyibsə, karbon qazının başlanğıc qatılığını 0 götürək. Yadınızda qalsın uşaqlar, hər zaman gözümün işıqları. Bax, bunu qulağınıza naushniklərini saxlayın. Hər zaman məhsulun başlanğıc qatılığı 0 qəbul olunur. Sonra reaksiya girənlərin başlanğıc qatılığı, deməli 9-7 idi. Belə təsəvvür eləyək uşaqlar. Baxın, sərf olunan, məsələn üçün deyirəm. Təsəvvür eləyin ki, 4 mol karbon qazı sərf olunur. Məsələn deyirəm uşaqlar, 4 mol. Əzizlərim, bir dənə fikir verin. Hər dəfə 2 mol dəm qazı reaksiya girəndə 1 mol oksigen reaksiya girirdi. Bax, hər 2 mol dəm qazı ilə 1 mol oksigen reaksiya girir. Bəs 4 mol dəm qazı ilə nə qədər oksigen reaksiya daxil olar? Təbii ki, 2 dəfə azı, yəni 2 mol. Onda dostlar, baxın, başlanğıc var, sərf olunan var, tarazlıq, yəni cibində qalan pul deyirdi ya bayaqları. O tarazlıq qatılığı dəm qazı üçün olacaq 5. Yəni 9-dan 4-ü çıxdın 5 oldu. Yəni cibində qalan pulla sərf olunan başlanğıc qatılığı verməlidir bizə. Onda başlanğıc qatılığından da sərf olunan çıxsam tarazlıq qatılığı verməlidir bizə. Həmçinin də oksigen üçün də başlanğıc pulu 7 idi. 2 sərf eləyib, deməli bunda da 5 qaldı. Uşaqlar, bir dənə də fikir verin. Hər dəfə 2 mol dəm qazı sərf olunanda 2 mol karbon qazı əmələ gəlir. Karbon qazının önünə baxın. İndi dostlarım, 4 mol dəm qazı sərf olunsa, təbii ki, yenə də 4 molda nə olacaq? Karbon qazı əmələ gələcək. Uşaqlar, bu əmələ gələn miqdar, məhsul üçün əmələ gələn miqdar elə onun tarazlı qatılığı deməkdir. Yəni, bunun tarazlı qatılığı da 4 olacaq. Bitdi, bu qədər bəsit məsələ. Keçək növbəti məsələmizə. Dostlar, tarazlıq sabiti deyilən bir termin var. Nə deməkdir bu tarazlıq sabiti? Tarazlıq sabitini K ilə göstərirlər, dəyərli dostlar. Və tarazlıq sabiti də həmçinin maddənin təbiəti və temperaturdan asılıdır. Necə ki, sürət sabitində biz bunu demişdik. Deməli, tarazlıq sabitini göstərəndə dostlar nə edəcəyik? Biz əmsalları qüvvətlər şəklində yuxarıda göstərəcəyik. Nə deməkdir? İndi anatominin bunu biz deməli nə edəcəyik? Sizə təqdim edəcəyik. Yəni, nə demək istəyirəm? Məsələn, təsəvvür edin, belə bir reaksiyamız var. N2 üzərinə gəlirəm H2, alınır NH3. Əziz və hörmətli dostlar, bu arada bu reaksiyanı daha çox görəcəksiniz bu mövzuda. Çünki bu reaksiyada əmsallar fərqlidir deyə fərqli şeylər izah etmək daha rahat olur. Əzizlərim, bax, biz bu reaksiyanın tarazlıq qatılığını quracaq. Bunun üçün birinci nə edəcəyik? Düzünə gedən reaksiyanın sürət sabitini düzəldəcəyik. V düzünə. Sonra bir də əksinə gedən reaksiyanın sürətini, sürət sabitini demək, sürətini göstərək. Dəyərli dostlar, düzünə gedən reaksiyanın sürətini göstərmək üçün belə bir şey edəcəyik. V düzünə bərabərdir. K düzünə vurulsun azotun qatılığı, vurulsun hidrogenin qatılığı. Xatırlayırsınız, kinetik tənlikdə bayaqlar bunu demişdik. Amma hidrogenin qatılığının üstündə bir kub da yazacaq. Bu düzünə gedən reaksiyanın sürətinin düsturudur. Əksinə gedən reaksiyanın sürəti V əksinə bərabər olacaq. K əksinə vurulsun. Sadəcə burada bir maddəmiz var, amonyak. Amonyakın qatılığı, amma onun üstündə bir 2 yazacaq. Niyə uşaqlar? Çünki amonyakın əmsalı var. Və biz nə demişdik bayaqları? Demişdik ki, tarazlıq anında düzünə və əksinə gedən reaksiyanın sürətləri bərabər olur. Yəni, V düzünə bərabər olur və əksinə. Buradan yola çıxaraq V düzünənin və əksinənin qiymətlərini yerinə qoyaq. Yəni, olacaq K düzünə vurulsun azotun qatılığı, vurulsun hidrogenin qatılığının kubu, bu bərabərdir. K əksinə vurulsun amonyakın qatılığının nəyi? Kvadratı. Uşaqlar, gəlin belə eləyək.
Biz riyaziyyatdan bunu bilirik də, bu hissəni bunun məxrəcinə göndərə bilərik. Bu bir hissəni də bu birisinin məxrəcinə göndərə bilərik. Nəticədə bizim düsturumuz bu abra ismətə düşmüş olacaq. K düzünə bölünmüş K əksinə bərabərdir. Deməli, qatılıq NH3 kvadratı bölünsün. Qatılıq azot vurulsun qatılıq hidrogen, amma kub şəklində. Uşaqlar, bax, buna deyirlər böyük bir dənə K, yəni tarazlıq sabiti. Onda belə bir şey deyirlər. Tarazlıq sabitini tapmaq üçün düzünə gedən reaksiyanın sürət sabitini əksinə gedən reaksiyanın sürət sabitinə bölürlər və yaxud da məhsulların qatılığını reagentlərin qatılığına bölürlər. Təbii ki, burada əmsalları qüvvət şəklində üstə nəzərə almaq lazımdır. Bir də uşaqlar, yadınızda qalsın ki, əgər bərk maddə olsaydı, mən orada qatılıqda nəzərə almayacaqdım, düsturda nəzərə almayacaqdım. Uşaqlar, əgər görsəniz, tarazı sabiti birdən böyükdür. Bu nə deməkdir, dostlar? Məhsullar tərəf deməli daha çox əmələ gəlibdir. Yəni, düzünə gedən reaksiya olubdur. K əgər sıfırdan kiçikdirsə, bu zaman reagentlər çoxalıb, yəni reaksiya əksinə gedibdir. Yox, əgər K 1-ə bərabərdirsə, onda nə baş verir? Başlanğıc və son maddələrin tarazı qatılıqları hasili bərabərləşibdir. Belə. Dostlar, indi gəlin tarazlığa təsir edən amillərdən danışaq. Le Chatelier prinsipi var. Bu nə deməkdir? Tarazlıqda olan hər hansısa bir sistemə xaricdən bir təsir eləsək, tarazlıq həmin təsirin azaldığı istiqamətdə yönələcək. Bu nə deməkdir? Bunu ayrı-ayrı nümunələrlə sizin diqqətinizə çatdırım. Əzizlərim, birincisi qatılığın tarazlığa təsiri. Dostlar, qatılıq belə bir şeydir. Reagentlərdən hər hansısa birinin qatılığını artırdıqda tarazlıq həmin maddənin qatılığının azalması istiqamətində yönələcək. Yəni, belə deyək, sistemə əgər ilkin maddə əlavə etdikdə məhsul çoxalacaq, yox, məhsul əlavə etdikdə ilkin maddələr çoxalacaq. Belə bir şey. Başqa bir dillə desək, baxın, təsəvvür edin, mənim belə bir reaksiyam var. A üstə gəlirəm B, alınır buradan C plus D. Dəyərli dostlar, əgər mən sistemə A-dan və yaxud da B-dən əlavə eləsəm, o zaman AB güclənəcək və bu istiqamətdə işğal edəcək o birilərin zonasını. Və yaxud da başqa bir örnək, mən o birilərin zonasına, yəni tarazlığın sağa doğru istiqamətləndirmək üçün ya da sistemdən C-ni və yaxud da D-ni çıxartmalıyam. Bu hallar olmalıdır ki, tarazı sağa etsin. Sola istəyirsinizsə, yəni istəyirsinizsə ki, sola tərəf getsin tarazlıq, o zaman nə edəcəksiniz? Sistemə əlavə edəcəksiniz C-dən və D-dən, sistemdən çıxaracaqsınız A-dən və B-dən. Uşaqlar, mən bunu necə başlayacağım uşaqlara? Belə təsəvvür edək, gözümün işıqları. Məsələn, 2 dənə qoşun var. Bu birinci qoşunumuzdur bizim, bu da ikinci qoşunumuzdur. Biz istəyirik ki, birinci qoşun qalib gəlsin. O zaman nə edəcəyik? Biz birinci qoşuna kömək eləyəcəyik. Düzdürmü? İkinci qoşundansa sistemdən çıxardacaq ki, birinci qoşun ikinci qoşunu döyə bilsin. Və yaxud da əksinə, əgər mən istəyirəmsə, ikinci qoşun birinci qoşuna qalib gəlsin, o zaman nə edəcəm? İkinci qoşuna kömək eləyəcəm, yəni bundan əlavə eləyəcəm. Bu birisindən isə çıxaracam ki, ikinci qoşun birinci qoşunu məğlub eləsin. Deməli, belə hansına kömək eləsəm, hücum edəcək, o biriləri döyəcək. Gələk söhbət edək təzyiqə. Dostlar, təzyiq tarazlığa necə təsir edir? Təzyiq tarazlığa o halda təsir edir ki, həcmlər sağda və solda bərabər olmasın, fərqli olsun. Bir dənə qayda deyəcəm, dəyərli dostlar. Təzyiq tarazlığı həcmin az olduğu istiqamətdə yönəldəcək. Təzyiq tarazlığı həcmin az olduğu istiqamətdə yönələcək. Uşaqlar, bu yapon cümləsi nə deməkdir? Yəni, demək istəyirəm ki, məsələn, bir reaksiya düşünək, təsəvvür edin. Deyək ki, belə bir reaksiyamız olsun. NO üstünə gələm, O2 buradan alınsın, NO2. Bura 2 atıram, bura 2 atıram. Baxın, burada cəmi həcm 3 vurulsun, cəmi maddələrimiz 3 moldur, 3 vurulsun 22,4-dür. Buradasa maddəmiz 2 vurulsun 22,4-dür. Yəni, gördüyünüz kimi, sağ tərəfdə həcm azdır. Ona görə mən, bax, bu istiqamətdə sağda həcm az olduğuna görə, əgər mən təzyiqi artırsam, tarazlıq sağa gedər. Yox, mən əgər təzyiqi azaltsam, tarazlıq sola gedər. Yəni, qısası, nə edəcəyik biz dostlar? Təzyiq həcmin az olduğu istiqamət, təzyiqin artırılması tarazlıq həcmin az olduğu istiqamətdə yönəldər deyəcəyik. Bir də uşaqlar yadınızda qalsın. Əgər sağda və solda həcmlər bərabərsə, təzyiq tarazlığa təsir etməyəcək. Yəni, nə demək istəyirəm? Baxın, N2 üstünə gələm O2. Alınır NO. Bu reaksiyada
Burada cəmi gördüyünüz kimi 2 mol maddə var, 2 mol qaz var. Burada da gördüyünüz kimi 2 mol qaz var. Yəni bu zaman sağda və solda həcmlər bərabər olduqda təzyiq bu reaksiyaya təsir etməyəcək. Bir də uşaqlar, əgər sistemdə qaz ümumiyyətlə yoxdursa, təzyiq tarazlığa təsir eləməz. Məsələn, baxın, bir dəqiqə. Deyək ki, məsələn, belə bir şey verilib bizə. Ferium üstünə gələn S alınır Fes. Və bu reaksiyaya diqqət eləyək. Gördüyünüz kimi bu da bərkdir, bu da bərkdir, bu da bərkdir. Dostlar, burada qaz ümumiyyətlə yoxdur. Onda belə çıxır ki, təzyiq bu reaksiyanın tarazlığına təsir edə bilməz. Son olaraq temperaturun tarazlığa təsiri. Dəyərli dostlar, temperatur artanda tarazlıq endotermik istiqamətdə, azalanırsa eksotermik istiqamətdə yönəlir. Yəni nə demək istəyirəm? Məsələn, belə bir reaksiya yazım üçün. Deyək ki, məsələn üçün, deməli N2 üstünə gəlirəm O2 alınır buradan NO. Belə bir reaksiyamız var. Deyək ki, bu da dönəndir. Bax, burada mənfi küdür. Bilirsiniz, bu istisna reaksiyadır. Bu da mənfi küdür. Dostlar, mən bunu xəyalən sol tərəfə keçsəm künü, təbii ki, bu olacaq müsbət kü. Mən bunu qırmızı ilə yazıram ki, bu müsbət küdür. Bu tərəfə keçsəm. Deməli, mən nə edəcəm, dostlar? Nə demişdim? Demişəm ki, temperaturu azaltdıqda tarazlıq eksotermik, artırandasa endotermik istiqamətdə yerini dəyişir. Yəni, əgər mən temperaturu artırsam, nə demişəm? Endotermik istiqamətdə yönələr tarazlıq. Yəni, baxın, bu istiqamətdə yönələcək tarazlıq. Yəni, NO-nun miqdarı daha çox alınacaq. Yox, əgər mən temperaturu, nə edirəm dostlar? Temperaturu bu dəfə azaldıram. Temperaturu azaldanda nə olacaq? Tarazlıq demişəm, eksotermik istiqamətdə yönəlir. Yəni, baxın, bu istiqamətdə yönələcək. Bu dəfə N2 və O2 daha çox alınacaq. Belə. Dostlar, yadınızda qalsın ki, katalizator tarazlığa ümumiyyətlə təsir eləmir. Dəyərli dostlar, diqqətinizə görə təşəkkürlər. İnşallah növbəti dərslərdə görüşərik.